Havalar hər keçən gün daha da isti keçir. Ancaq yüksək temperatur hər kəsə eyni təsir etmir. Ən çox risk altında olanlar arasında isə yaşlılar ön sıradadır. Bəs isti hava yaşlı insanların sağlamlığına necə təsir edir? İsti vurma çox pis olur insanlarda. Gətirib onun təzyiqini qaldırır, qan təzyiqini salır, nə bilim bəzi şeylərdə məsələn xəstəliklər yaradır. Ona görə də çalışmaq lazımdır ki, kölgə ağacların altında, kölgə yerdə durasan, çox istilərdə dayanmasan. Çalışıram ki, günəşli havada da gəzim ki, bu D vitamini yığılsın. Onun üçün düz indi mən kepka qoyuram ki, çox da gün yandırmasın. Yəni günün altında çox qalmaq da olmaz, müəyyən bir ki, heç günün altına getməmək də olmaz. Heç şübhəsiz hərəyə bir cür təsir edir. Mən deyim ki, bəlkə də mən yaşadığım zonalar həmişə isti olub deyə isti hava mənə yaş təsir edir. Yaş artdıqca orqanizmin istilik tənzimləmə qabiliyyəti zəifləyir və beləliklə susuzlaşma və istilik vurma, gün vurma dediyimiz hadisələrin riski artır. Buna görə də bəzi məqamlara diqqət verməliyik. Ən əsası gündəlik maye balansımızı qorumalıyıq. Mütəxəssislər deyir ki, isti hava zamanı orqanizm çoxlu su itirir. Yaşlı insanın bədəni bu itkini asanlıqla tənzimləyə bilmədiyinə görə bir sıra xəstəliklər üçün fürsət yaranmış olur. Hər bir ailədə ürək-qan damar xəstəlikləri, beyin qan dövranı pozunluğu xəstəliyi ilə əziyyət çəkən yaxınlarımız var. Ona görə də məsləhət görürük, laxtalanma sisteminə təsir edən ürək və təzyiq dərmanlarını yanlarında saxlasınlar, vaxtı-vaxtında istifadə etsinlər. Çünki havalar istiləndikcə laxtalanma sistemimizdə baş verən dəyişikliklər, damar tonusumuzda baş verən dəyişikliklərlə əlaqədar qan təzyiqinin artması halları müşahidə oluna bilər və yaxınlarımız özünü pis hiss edərsə, təbii ki, biz onların yanlarında olsaq daha yaxşı olar. İsti hava keçicidir, amma onun fəsadları qalıcı ola bilər. Xüsusilə yaşlılar bu havalarda diqqətli olmalı, qida və gəzinti saatlarına nəzarət etməlidirlər. Tövsiyə edirik ki, gün ərzində litr 2 litrə qədər saf su, kompot, şirələr qəbul etsinlər. Meyvələrdən və yaxud tərkibi bol maye olan meyvələrdən və yaxud mərci supu, şorbalardan istifadə etsinlər. Eyni zamanda birbaşa günün altında çox olmasınlar. Gün ərzində bayıra çıxarkən şlyapa, gün eynəyi, günəş qoruyucu kremlərdən istifadə etməyi tövsiyə edirik. Təmiz pambıq, açıq rəngli geyimlərdən geyinməyi tövsiyə edirik. Saat 11-dən 17-yə qədər birbaşa günün altında olmamağı tövsiyə edirik. Çünki bu zaman istilik vurma, gün vurma halları baş verə bilər ki, yaşlı insanlarda çox pis fəsadlara gətirib çıxarda bilər və eyni zamanda tövsiyə edirik ki, yaşlı insanları bayırda mütləq ki, yanında bir yaxınları olsa daha məsləhət görürük.